Beyaz Geceler kitabını kısa bir fikirlə izah etmeye çalışacağım. Bir insanın her şeyi, hayatı rengarenk görmesi, Nastinka ile tanış olması, ona olan rəğbəti, ona olan sevgisi çok mənalı bir yanaşması olur. Nastinka'nın dediği kimi de sen mənə qarşı tam başqa idin, heç vaxt məni incitməmişdin. Nastinka'nın qəlbində isə öz sevgisiydi. Bəzən mən elə düşünürəm ki, qadınlarda belə bir xüsusiyyət var ki, ona çox dəyər verəni deyil, bəlkə də onu çox incidəni daha çox sevirlər. Deyirlər, ildırım sevgisi. Həqiqətən elə bir şey baş verir və onun yaşının çox olması, həyata nikbin baxması onun davranışına da öz təsirini göstərirdi. Küçələrdə gəzdikdən sonra, onunla vaxt keçirdikdən sonra bir anlıq onun sevgilisi Nastinka'nın yolda görür onu qarşılaşması. Nastinka ona gedir, onu tərəfə qaçır, sonra geri dönəndə gəlir ona qucaqlayır və öpür, sakitcə çıxır gedir. Bir kitabı insan illər öncə az yaşında oxuyur, sonradan bir daha onu oxuyanda çox təsirli, yaş məsələsi də öz sözünü deyir. İllər öncə oxuduğum kitabı Kiril əlifbası ilə oxumuşdum mən uşaq vaxtı, az yaşlarında. Yenidən oxuyanda sanki yeni bir həyatı yaşayırmış kimi gəlir. Onda sadəcə kitab kimi oxuyurdum bunu. Artıq bir həyatı yaşamış kimi gəldi mənə. Bir sözlə Dostoyevski şedevr yazarlıqda bu öz sözünü demiş, mənim üçün 5 ideal yazar varsa onun biridir.